Heydər Əliyev mərkəzində Amerikalı heykəltaraş rəssam Carol Fermenin Suda Yenidən Doğulanlar adlı sərgisinin açılış mərasimi keçirilib. Bugün TV Axşam.az istinadən xəbər verir ki, sərginin açılışında Alina Əliyeva, Heydər Əliyev mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər. Sevindil Akifoğlu, Samir Əliyev, Bugün TV.